Ana. Hı? O kız Leyla. He, oldu. Ana. Hı? Ne çok ev dikmişsiniz. Görürsen mi? Ha, bəs necə? Bakıda mənzil aldın? Almışam. Laf bu yaxınlarda köçəcəyəm. Hələlik yataqxanada qalıram. Buradan gedək. Narlara bir bax. Salam. Buyurun Əhməd. Sağ ol.
Kimdir? Ceyran, bacım. Ceyran, yürü atana de, eve gelsin. Ancak Ahmet'in geldiğini bilmesin ha. Yaxşı. Gedək. Bu internat məktəbinə xoş gəlmisiniz. Bu yaxınlarda təzə hamam da tikəcək. Çərhövz də olacaq. Ana deyir ki, Nə deyir? Söz verilir internat ana deyir məktəbinin ki, əlaçı tez gəlsin şagirdi evə. Bu saat Əhməd Əliyevə. Şirin ki, hara gedibsən? Qəməndir çağırır. Əla oxumağa söz veririk. Kəndimizin şagirdləri adından qayğımıza qalan təşkilatlara təşəkkür edək. Bu internat məktəbini tikan ustalara hurra! Gəlir. Gizli, gizli. Gizli. Qanım niyə qanadılar bak? Ha? Oğlun yazır ki, yenə də məzuniyyətə gələ bilməyəcək. Bir çay ver görək. 3 ildir üzünə həsrət qalmış. Mən sizə dedim axı, onun ayağını kəndirləmək lazımdır. Kəndir nədir? Evləndirməyi deyirəm da. Arvad nədir? Kişini evə bağlayan kəndir. Çox sağ ol. Onun məktubu hanı verin görüm. Odur orada. Ahmada! Qəmədiyə düzəltmişsiniz. Yaxşı, gəl görüm. De görüm necəsən. Çox mu qalacaqsan, ha? 2-3 gün. Yox, daha biz səni heç yana bırakan deyilik. Bura bax. O kəndiri hazırlayın. Yallah. Akşi, Ha. kimi gözaltı eləmisən? Qonşumuzun qızı Leylanı. Qorxuram yola getməsinlər. Bil də valla, çətini ayağını kəndirə bağlayana qadardır. Yenə kəndi? İncimə ay Nərgiz. Ki kəndirsiz nəyə lazımdır? Sənsiz mənim bir günüm doğulmasına oy Nərgiz. Sən nişan üzüyünü hazırla. Nə? İş tərəsidir. Qoy bir, mən məni səsləyim. Mən. Ay, anam bak, ay. Getmə evdə yoxdular. Mədəniyyət evi tikirsiniz, amma krandan istifadə eləmirsiniz. Neyini? Xarab o. Şəhərdən usta gözləyir. Usta? Usta mən. Bacararsan. O elə mənim sənətimdir. Ne diyeyim? Bəh, 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 bəh. Ha, hoş gelmişsiniz uşaqlar. Ha, hoş gelmişsiniz. Bəh, bəh, sağ ol Şirin dayı. Buyurun. Ha.
balığa qonaq ol. Sağ ol. O sonraki işdir. Məmməd, səndə qiymət sər var. Nə? Mənim oğlum da yaxşı zərgardır. Bakıdan məxsus onun üçün gəlir. Nə danışırsan Şirin? Nəzər yer. Məndə qızıl hardandır? Səndə elə qiymətli cəvahirat var ki, ayrı heç bir dövlət lazım deyil. Şirin, şaşmısan nədir? Bilmirsən məyər, mən bir həsirəm, bir Məmmədəsi? Əşi, sən nə dil bilməzsən, ay Məmməd. Belə qızını oğluma almaq istəyirəm. Əhmədə, başa düşdün? Biz ki biri-birimizə söz vermişik. Ha? Əşi, bunu bayaqdan belə dedi, hə? Söz vermişəm, yerinə də yetirərəm. Ha? Buyur. Dayan. Bitirmişəm nədir? Tapdı. Al. Gəlinimin parmağına tax. 2 gündən sonra toydur. 2 gündən sonra Cehiz mehiz lazım deyil. nə deyirəm, Allah mübarək eləsin. İki gündən sonra toydu. Deləsiz? Ha. Əhmədə demisiniz? Ha, Əhməd nə deyəcək? Üzük qızın parmağında. İndi iş belədir. Əhməd bilməlidir ya yox. Evlənən odur, siz deyilsiniz ki. Əhməd yaxşı bilir ki, hələ uşaqlıqdan bu qızla deyişlidir. Niyə gülürsən? Adətimiz belədir. Əhməd! Oradasan! Düş aşağı! Geyçin! Düş gedək evə! Səni evləndirirlər. Deynən ki yarım saat gözləsinlər, başım qarışırdı. Məni basın, kalqanı qoyacaqsın. Başa düşdün? Bax, belə. Zarafatsız! Tez ol düş aşağı! Toyumdur Niyə başa düşmürsən? Düş aşağı! Nə danışırsan? Kimi evləndirdin? Səni? Leyla'yla? Ne oldu sana? Gedək, gedək! Açı, qorxuram toydan sonra aralarında dünya müharibəsi başlayar. Heç fikir eləmə. Bir uşaqları olan kimi ikisi də ağ bayrağı qaldıracaqlar. Nəvəmiz olacaq, ayarma. Başa düşürsənmi? Nəvəmiz, oğlan, hoppala hop, Yox, hoppala qız. hop, oğlan, Qız. oğlan. Ay gülüm, ay gülüm, ay gülüm sen, dünyada bir dənə sən. Gel mənim gözümün qarası, oğlumun oğlan balası. Qız, babanın, nənənin nəvəsi, bu, güldən ətirlidir nəfəsi, bu, qurbanım mən bunun boyuna, qoy eller yığılsın
görüm xoşbaxt olasan oğul. Ölmedi oğul, ahır ki bu günü de gördü. Gel otur oğul, otur. Ha, doyumdur. Hələ ki mən evlənmək fikrində deyiləm. Naz eləmə, dili də lap ürəyindəndir. Ata, evlənmək barədə mənim öz planım Ha? var. Plan? Evlenmek de planlandı. Ata, bəs elə də olarmı ki, qız evində toydur, oğlanın xəbəri yox. Sevgisi, Sonra seversen de ha? Atanı biyabır elemeyeceksen ki. Üzü yaparmışsın. Ayıp değil. Ha? Nə halış görmüşsünüz? Gedin üzüyü geri al. Ay. Mən evlənmirəm. Evleneceksen. Evlənməyəcəyim. Evleneceksen. Evlənməyəcəyim. Hoş. Bana şirin oğlu şirin ki diyorlar. O saat kulaklarından divara mıhlayarım. Değme ata, değme. Az tutanız beni. Ahmet'in anası ölmeyip köne el kaldırasana. Korkma. Harbe zorba gelirim. Ha. Ona yemek verin. Ağaç adamı yola getirmek çetindir. Geçer tarfanı. Beri gel az. Ahmet. Ardasın. Əhməd qaçıb. Mən sizi görməyə gəlmişdim, evlənməyə yox. Gedirəm Bakıya. Sizin Əhməd. Haber yayılsa cemaat arasında rusvay olacağım. Kızı bir yavru eledik kızı. Ben adımı Nergiz koymaram, onu tapıp geri kaytarmasam. Sen onu hardan tapacaksın? Avtobus stansiyasından. Orada da olmasa Dalınca giderim düz Bakıya gider. Ahmetsiz geri kaytmaram. Ay! Ne takka tutsalmışsan? Kendin sana kapsın dönmürsen ki. Niye acığın tutur? Bilmek isteyirəm görüm. Ahmet adında bir oğlan sizin avtobusla Bakıya gider ya yok. Bilmirəm. Ben senin işinleri anket doldurmuyorum ki. Bura bakar kişi, sözü de pulla satırsan. Bir de görüm, Bakı avtobusu çoktan gedir. Yarım saat olar. Aşı başı çek o yana. Görürsen ki pul sayıram. Pencereni açık koyma ihtiyarım yoktur. Yoktur. Bilmirəm bu kastirlerin elinden ne bak yakamız tutaracak. ay hala. Beni katıya salmak istiyorsan Korkma, katıya salmaram. Bakıya gidirsən, tutaq ki Bakıya gedirəm, ne olsun? nəni apararsan? Yok, haltura ile meşgul olmuram. Ne? Ana, Ha? ana, mən qoymaram səni tək getməyə. Niye? Axı sən şəhəri tanımırsan. Siz iki nefersiniz. Buyurun eyleşin.
üzüyü neyniyek kızım? Qaytar. Tez qaytar. İndi 19-cu əsr deyil. Yaxşı değil kızım. Komşuyuk. Siz uşaq olanda biz birbirimize söz vermişik. Ahmet de pis oğlan değil ha. Mən sevmirəm onu. Yavaş, eşiderler. Yaxşı düşmez. 2 gündən sonra imtahandır, mən gedirəm. Al kızım, bu pula şehirde üreğin istediğini alarsan. Sağ olasan. Amma üzüyü qaytar. Şirin! Şirin! İndiki uşaqlar sözə baxmaq istəmirlər. Doğru deyirsən Məmməd. Məsləhətə qulaq asmırlar. Bizim Əhməd elə uşaqlıqdan sözə baxan deyildin, hə? Leylanı demirsən, anası böyüyüb, mən də onu erköyü saxlamışam. Bizim vaxtımızda evlad ata-anasından çəkinərdi. Kızın həddi neydi atanın bir sözünü iş eləyəydi. Toy günü yalnız anam mənə dedi ki, biz səni evləndiririk. Elə Leylanın anası da mənim üzümü toy gecəsi gördü. İndi gör, qızı nə deyir? Mən hələ oxumalıyam. Gör mənim oğlum nə deyir? Mən bu cür evlənmək istəmirəm, vəssalam. Gör mənim qızım nə deyir? Üzüyü qaytar. İndi sənin üçün 19-cu əsr deyil. Qızım deyir ki, üzüyü qaytar. Şükür Allaha. Şükür Allaha. Evet, hay. Vallahi yok. Vallahi yok. Uşaqlardan Mən dedim. Ay! Nərgiz Əhmədi tapıb gətirsə, ondan necə olacaq? Sen ne istiyorsun? Daha niyə istərsən? İstemeyim, neymiyim axı? Bu sahibiler var, Ahmet hardadır, Ahmet hardadır. Eləməşi, az qala kaçar sildim. Elə mən həmin arvada axtarıram da. Ha? Getdi. Ha tərəfə? Bax, bu tərəfə. Odur bax, taksi. Ni? Ye. Ye. Qabağa bax. Mən bu qızı tanıyıram. Hardasa görmüşəm. Yəqin yuxuda görmüsən. Yox,
Dedim qabağına bax. Yolu çaşarsan. Çaşmaram. İstəyirsən bu gözəl qızın ətirli dəsmalı ilə gözlərimi bağla, sizi sağ-salamat Bakıya çatdırıram. Saxla maşını. Bu saat saxla deyirəm. Saxla maşını deyirəm. Deyirəm saxla maşını. Ceyran çıx. Çıx. Dırmaş yuxarı. Ay xala, mən nə dedim ki acığın tutdu? Bu cür zərif qızı niyə daşların üstünə çıxardırsan? Qoy burada otursun. Sənə boş deyil. Qız mənimdir, özüm bilərəm harda otursun. İndi sür. Düşün, Hı? Ne oldu? maşın xarab oldu. Ayrısını tapın. Ay oğul, gel sür gedək. Bizi ləngitmə. Gel daşı tök ətəyindən gedək. Dedim ki gedə bilmərəm də, mühərrik xarab olub. Ana, gəl düşək. Ayrı bir maşına minərik. Sən otur yerindən tərpənmə. Deməli getmirsən. Onda Nərgiz xaladan incimə, özündən git. Yolçu yolda gerek. Ay xala, maşını bir təhər eləmirsən ki. Qoy. Yadıma düşdü. Festivalda görmüşəm. Qızıl medal. Düz deyirəmmi? Bəli. Hə, deyirəm axı. Diyesen seni çok gözlemeli olacağız. Ne özün düzeleceksen ne de maşının.
Baxan hirsli anan var. Tələsirik. Biz Əhmədin dalınca şəhərə gedirik. Əhməd kimdir? Mənim qardaşım. Mənim də adım Əhməddir. Hə, yadıma düşdü. Festivalda iştirak edirdiniz. Onda siz bürünç medalı aldınız. Hə? Gümüş medalı. Gümüş medal, hə? Gümüş medal, hə? Gümüş medal. Saxla. 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 Belə də iş olar. Ana, Əhməd maşını düzəltdi. Əhməd kimdir? Axı bizim şoferin də adı Əhməd. Bu Əhmədlər mənim başıma laf oyun açırlar. Buyurun əyləşin. Hala, qoy Ceyran da yanınızda otursun. Vallah bir də siz tərəfə baxmaram. Yaxşı qızım. Gəl otur. Ana, ora bax, atamı görürsən? Nə? Buyur. Ay Şirin! Ay Şirin! Buraya gəl! Sən burada neynirsən? Sizin dalınızca gəlmişəm. Hə? Məmməd üzüyü qaytardı. Hə. Qız da razı deyil. Axı, Hə, ya. ay kişi! Hə, hə. Lap yaxşı oldu. Biabırçılıqdan qurtardıq. Hə. Ana, mən bu saat. Hə? Hə. Əhmədi tapıb barışaq, onun istədiyi kimi oldu. Ya. Ha. Nərgiz xala, sizin oğlunuz daha burada olmur. Buyur. Köçüblər. Hara köçdüyünü heç kəs bilmir. Tanış olaqsan. Bu oğlan Əhməddir. Mən sizi bu Əhmədin dalınca göndərmişdim. Nə fərqi var? Əhməd Əhməddir də. Fərqi var. O mənim oğlumdur, amma sən... Mən də olaram oğlunuz. Ey! İki başlı danışma. Bir daha yoxuz. Sən bizdən ötürü məfəl olma. Ged işinin dalıcı. Yox, sizin işinizi qaydaya salmayınca heç yana gedən deyiləm. Bilirsiniz nə var? Bəlkə elə sizin oğlunuz bizim tikintidə işləyir. Necə? Gedək ora. Selamun aleyküm. Salam əleykum. Olmaz. Reis meşguldü. Axı, Ben de meşgulam. Axı. Zülümov dedi, kurtardı. Xeyr. Qurtarmadı. Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan. Qəmisiyedir. Deputattır. yox. Yukarıdan gelir. Kalxozdan gəlib oğlunu axtarır. Ne? Hay ata ona. Kolkozçu da deputat gibi danışır. İşe bir baka. Niye belə eğilmişsiniz, yoldaş Sülümov? Beliniz ağrıyır. Ben. Yaxşı, oturun, qulaq asın. Bu yoldaşlar oğullarını axtarırlar. Ben.
O belki bizim tikintidə işləyir, ha? Bəli. Neyse, xahiş edirəm bu işlə məşğul olun. Onlara kömək edin. Oldu? Arxayın ol. Çox sağ olun. Gələk arvad. Sağ olun. Əhməd Əliyev şofer. Mən hazır. Sizin oğlunuz deyil ki. Dalını oxu. Deməli oğlunuz deyil. Buna bir quş qoyaq. Əhməd Əliyev nömrə 2. Oxumağa gedir. Burada bir quş. Əhməd Əliyev nömrə 3. Bu Əhməd azı 200% planı doldurur. O yəqin bizim oğlumuzdur. Bax, bu bizim oğlumuzdur. Orada gözləyim, bu saat oğlunuz gəlir. Alo? Kadro şöbəsidir. Aparatda yoldaş sürüm oldu. 3-cü sahədən Əhməd Əliyovu təcili göndərin yanıma. Hə? Yox. Dayan. Üçüncü sahəsində nə qədər Əhməd Əliyov var, hamısını yığışdırıb göndərin yanıma təcili. Bura bax! Uzun danışma ha! Yoldaş Mərdanzadən Nəmridir! Qurtardı! Gülüm o. Xeyr ola, məni niyə çağırmısan? Atan-anan gəlib səni görmək istəyirlər. Nə boş-boş danışırsan? Mənim atam-anam 40 il bundan əvvəl rəhmətə gedib yetim qalmışam. Sənə yanlış məlumat veriblər usta. Atan, anan sağ-salamatdırlar. Özləri də bu otaqda səni gözləyirlər. Sən nə danışırsan? Bırak gedim işimə Gəl gəlin. görün, Bırak bir zad nəfərə, eləmə. bırak. Oğlunuz Əhməd Əliyev. Əhməd? Şirin, sənsən? Maşallah. Kəl kimisən? Sağ olun. Yoldaş bey, oğlanlarını tapdılar. Çok güzel. Gidək təbrik eləyək. Əşi, oğlumu axtarırdım. Dostumu tapdım. Ay ha, ay Əhməd, ay. Oy. Oğul atadan Yox qocadır. ki, yaxşı qalmışsan Əhməd. Əhməd, salam. Salam adaş. Əhməd dayı, Hoş sən də gördük. buradasan. Bəli. Buyur ola. Heç bilmirəm nə üçün çağırıblar. Salam Əhməd. Əhməd, bilmirsən bizi bura niyə çağırıblar? Hə, bizi niyə çağırırlar? Biz də bilirik. Salam eləyik. Salam. Yoldaş reis, Əhmədlərdir. Hamısını birdən çağırdım ki, məsələni elə bir dəfəli həll edeyim. Bizi ne işe çağırdın? Ay yoldaş. Böyle şey olmaz. Şuradan gitmeden al. Üç nömrəli sarı platformada Bakıdan Tbilisiyə gedən avtobus yola düşməyə hazırlaşır. Sərnişinlər öz yerlərini tutsunlar. Eşqində gərək bülbül olaydı. Mərmər sinən üstündə qızıl bir gül olaydı. Zülfün tək uzandıqca öpəydin əyağından. Sən seyrə çıxan yerdə dönüb sümbül olaydı. Əndikcə o gül ləblərini nəşələnəydi. Hesablayın, bu saat pulunu verin. Bu mənim çimadanım deyil. Bildiyin yarın bağçasına. Bu nedir? Bunları kime getirmişsin arva? Sənə gətirmişəm Yusif.
Ye biraz cana gel. Bəs, bunlar hardandır? Zəhmətimin nəticəsidir. Bağdan dərmiş. Ofeliya! Sən nə danışırsan? Nə zəhmət etdi? Nə bax? Nə bax? Pul? Bu saat qaytarmaq lazımdır. Bu mənim çamadanım deyil. Hə? Qaytaraq da. Narahat olmayın, çamadanınızı qaytararlar. Birazdan gələrsiniz. Arxayın olun. Sağ olun. Dərslər qurtarıb. Sabah istirahət gündür. Birisi gün səhər gələrsiniz. Sağ olun, xoş gün. Üç dört, ah gözəl qadınlar, sizsiz ömrün nə nəşəsi dadı var. Əmma mən sevmirəm heç kəsi yox, evlənmək əzabdır, əzabdır çox. Ay qız, o oğlanı bəri ver görüm. Hə, nə baxırsan? Yoxsa xoşuma gəlir. Bu bizim qabaqcıl oğlandır, novator. Budur. Qabaqcıl? Ən geridə qalmış oğlandır. Mən onu yaxşı tanıyıram, qonşumuzdur. Səhviniz var xanım qız. O bax bu gəmidə yaşayır. Hə, indicə məzuniyyətdən qayıdıb. Deyir ki, orada bir qız onu öz caynağına keçirmək istəyirmiş. Güclə yaxasını qurtarıb. Hə. Kadınlar, kadınlar. Bəs belə. Dəniz şöhrətim, dəniz qüdrətim, hər coşqun dalğaya var məhəbbətim. Dəniz şöhrətim, dəniz qüdrətim, hər coşqun dalğaya var məhəbbətim. O qaçan qaçdım. Yaxşı, danış görüm necə qızdır. Necə olacaq? Davakar dalaşqan. Uşaqlıqda neçə dəfə başımı yarıb. Uşaqlıqda çox iş ola bilər. Bəs indi? Elə indi də. Çığıranda kəllərin arasına vəlvələ düşür. Ha, tonam. O cür qız adamı lap divara yeridər. Bəli. Əhməd evdədir. Qulluğunuzda hazıram. Buyurun. Təşəkkür edirəm, mənə Əhməd Əliyev lazımdır. Sizi dinləyirəm. Mənə şərəh lövhəsində şəkili asılmış Əhməd Əliyev lazımdır. Şübhəsiz bu yaxınlarda mənim də şəkilim oradan asacaqlar. Hə. Çox yaxşı. Qəşə gəlir. Rəqs necə? Lap yaxşıdır, davamı da qəşəngdir. Bəs burada başqa Əhməd Əliyev yaşamır? Əlbəttə yaşayır. Hə, siz yəqin o Əhməd axtarırsınız. Hə. Bu qız kimdir? Bilmirəm. Bəs nə üçün gülürdün? Axı sən niyə gülürdün? Oğlum, Niyə? Dayan! Əhməd! Əhməd! Dayan deyirəm sənə! Dayandım. Axı mən işə gedirəm. Əhməd!
çağırırlar. Yenə rəngsiz Əhmədlə nişanlısı cırmaqlaşır. Canım gözüm başa düş. Ne olub sənə? Sakit ol. Bax, görürsən? Əhməd dayan. O qız kim idi? Nənəmin canı üçün tanımıram. Sən İnanmıram, sakit ol. inanmıram. Sakit ol. Qız o yazığı divarlara, vedrələrə, rənglərə də qısqanır. Bax buna varam. Hayfdır qadının qısqancı. Hop, özünüzü yığışdırın Bosman. Bura bakın uşaqlar. Sabah ictimai komissiya bütün gəminin təmizliyini yoxlayacaq. Kayutaların hamısını gezecek. Bizim ataq birinci yer tutacaq yoldaş komendant. Bax belə, ha? Əlbəttə, əgər siyahi baş ayaq oxunarsa. Deməli belə. Göyərtəni yuvarsınız, çarpayları yığışdırarsınız. Hə? Elə belə, ha. Bugün sənin növbəndir. Təmizləmişəm ki, bu saat. Özünüz bilərsiniz. Mən bu günlərdə köçürəm. Ha? Yəqin Bosmandır. Bu saat ona iki kəlmə duzlu söz deyil. Əhməd evdədir. Evdədir. Qəşəng bir qızdır. Buyurun, buyurun. Buyurun. Leyla, sizsiz? Bəli. Mənim sizinlə sözüm var. Təklikdə. Yaxşı onda biz gedək də. Yaxşı, buyurun. Mənim yoldaşlarımdan gizli sirrim yoxdur. Hə, orada eşitdim. Aşağıda. Qoy onda bunlar da bilsin ki. Gel. Gel. Bacı, deyin görüm kimin yanına gelmişsiniz? Mənim, yoksa onun, hə? Əlbəttə mənim yanıma. Hə, gördün, gördün. Mən heç bir söz demədim sənə. O deməli yenə mən taksirkaram. Mən taksirkaram. Olmadı ki bu, mən taksirkar. Bilirsiniz nə var? Nə qədər tez evlənsəz, o qədər yaxşıdır. Hə, bəs harda yaşayaq, hə? Hələ otaq almaq növbəmizə 6 ay var. Toy gününü təyin edin. Nə? Öz növbəmi sizə verirəm. Bəs sən? Mən hələlik gözləyərəm. İndi evlənmək fikrində deyiləm. Sağ ol Əhməd, sağ ol. Yaxşı. Varam sənə, xoşbaxt ol Əhməd. Sən onun ürəyi çox mənzilli ev kimidir. Əyləşin Leyla, sözünüz yarımçıq qaldı. Təşəkkür edirəm. Siz ki bu cür nəzakətli, ali cənabsız, bu nə oyunu başıma gətirmisiniz? Bağışlayın, ayrı əlacım yox idi. Daha mənim sizə heç bir sözüm yox. Bilirsiniz? Mən sizin yanınıza gəlməmişəm. Şəklinizi görməsəydim, bu çamadan əhvalatı olmaz. Çamadanımı gətirmisiniz? Lap nəhayət. Gətirməmişəm, əksinə özümkini itirmişəm. Harda itirmisiniz? Əhəmiyyəti yoxdur. Xudafiz. Dayanın. Dayanın. Bacı, dayanın. Bizdən dincimisiz? Mən sizinlə heç tanış deyiləm. Biz Əhmədin ən yaxın dostlarıyıq. Tanış olun. Uzunduraz Oktay. Bu da ki saqqal Ramiz. İtmiş çamadanlar tapmaqda böyük mütəxəssis. Leyla, buyurun otağa. Danışın görək, harda itirmisiniz? Mənim gəlməyim lap yaxşı oldu Əhməd. Əlbəttə, neçə ildir ki görüşmürdük. Hələ ondan başqa, buradakı texnikanı görəndən sonra başa düşdüm ki, orada biz dədə-baba qaydasıyla işləyirik. Çox tikmək lazımdır, amma yetirə bilmirik. Ayata. Olar gedin biraz gəzin. Yox, yox, yox. Adaşımla getmək istəyirsən? Yaxşı oğlandır. Gedin, gəzin. Aziz, Hayırlı kəşşi.
İstəyirsən ki, Mərdənzadə bizə kömək edir, ya? Ona söz ola bilməz. Hamiyə götürüb borcunu. Ay sağ ol. Kız ana. Ceyrana sen icazə verdin? Ha. Dayan, ay Nergis. Nəyin vəzi? Ay sağ ol, bax belə. Əhməd, niyə gecikirsən? Əhməd, hardasan? Səni gözləyirik. Tanış olun, Ceyrandır. Yaxşı oxuyur, oynayır. Gəlib qardaşını axtarır. Deyəsən qardaşının əvəzinə səni tapıb. Ramizin saqqalı olmasaydı bu çamadan tapılmayacaqdı. Doğrudan Ramiz, bu saqqal məhsürdür. Bəxti açılanda qırxdıracaq. Amma Ramiz qiyamət elədi. Bəs necə? Mahir Saqqalı əvəz ilə qoymuş. zarafat eləmə. Ay uzun biraz, yenə də saqqal. Hə, indi isə gedirik mehmanxanaya, Leyla'yı Lütfə, yersən. belə, lütfə. Tez gedin. Ne oldu hala? Utanmazlar. Hala, mən sənin oğlunu axtarıram. Hələ üstəlik qızı da itirmişəm. Elə sən bir itirirsən. Gözlə kişi də qaçar ha. Görəsən, bu qız hara getmiş ola? Tapdım. Qız restorandadır. Necə? Bu oxuyan mənim qızımdır. Ceyrandır. Yox canım, bu radyodur. Hey, bəs restorana gedən olmadı? Bak, bak. Bahçamın şehrindeyse salı bir yana. İçkimiz zennetimiz düşmüş bir dastana. Buyurun kuzlar Azerbaycan'a. Gel seni gezeyir bu bağlar gel. Yüzümü derviş
Belə də üzüm yığarlar. Bu nə səbəbdir? Ana! Ha. Qızım, bunlar görməyib. Sən ki bilirsən. Bu saat mən sizə öyrədərəm. La 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 la. Tapdım. Bizim otağı ortadan pərdə çəkərik, Leyla oradalar. Yox, mən razı deyiləm. Onda gedək evə, orada bir tədbir köçərik. Komendant icazə verməz. Odur bax, görünür heykəl kimi dayanıb. Mən onun başını qarışdırıram, amma siz tez keçin. Sen ne edirsən? De görüm ne vakti medeni olacaksan? Ne olub yoldaş komendant? Götür. Neyi götür? Bunu papirosu. Ha. Başa düştüm.
Mən istəmirəm ki, mənim üstümdə sizə. Bizdən nigaran qalmayın. Bizim ayrı mənzilimiz var, özdə lap rahat. Soyuducuda yağ, pendir, kalması da var. Nuş olsun. Elə bilin öz evinizdir. Gecəniz xeyrə qalsın. Yaxşı, bəs hara gedin? Əhməd, ay Əhməd. Nə var? Adam da bu cür qızdan qaçar. Koy yatar da. Yaxşı da, nə olub ey? Dayan! Tam sürete gelin! Sizin çöpünüz buradadır. Kapını açın. Komisya otağa bakmalıdır. Deyəsən açarı itirmişəm. Sən də itirmisən nədir? Mən de itirmişim. Daha bakmak niye? Yazın en çirkin, en sergesiz otak bizimkidir. Qapını sındırmayacaq. Sındırmaq niye? İhtiyat! Açarla ne gelip? Ora, buyurun. Bak buna varam. Denizçi səliqəsi. Sükarı belə saxla. Xahiş edirəm ardımca. Bax belə. Sağ olun uşaqlar. Hı? Dükkanı böyle sakla. Ardımca. Bəs Leyla hanı? Ha? Bəs Leylani? Buyurun.
bilin. Biz gittik kreşe. Bağışlayın da. Buyurun Leyla. Buyurun. Çok sağ olun. Daha size əziyyət verməyəcəyəm. Əsl əziyyət qabağdadır. Sizdən nigaran qalacaq. Axı Yaxşı, onda sabaha qədər. sabaha qədər. Ben gedirəm öz işimin dalınca. Ayar var. Belə axtarışdan hiçbir şey çıkmayacak. Axtaran tapar. Hala, bak hala. Hala, hala Muşlu'nun ve oğlunuzu tapmışım. Hardadır? Tez ol bizi ora çatdır. Hala bir balaca ayak sakla. Eyb olmasın, benim size bir sualım var. Bağışlayın ha. Sizin Elbaba adında eriniz olur. Utanmırsan ha kişi. Mən gündə birər dəyişən arvadlara oxşayıram. Ayıb olsun sənin. Hüslenme hala, hüslenme. Mesele burasındadır ki, o Ahmet Şirin oğlu değil, Elbaba oğludur. Yarayır, yaramır. Abrın tökülsün. Məni ələ salırsan? Əlbəttə yaramır. Ha şu yaramır, yaramasın da. Buna da bir kuş koyak. Bak gördün necə nigarandır. Zarafat deyil. Sevdiği kız imtihan verir. Bəs nigaran olmasın ha? Ne bilirsen sevir. Gözlərindən bilirəm. Oh. Adam sevəndə Hə. gözlər dərya kimi dərin olur. Titiz ol. Geç. Çektim şekillerini. Hamısı əladır. He? Təbrik edirəm. Heladır. Əziyyət verdim, sağ olun dostlar. Mən heç vaxt sizi unutmayacağım. Qoyun sizi ötür. Mən özüm ötürəcəyəm. Sağlıqla qalın. Mən də gedirəm. Hara? Ayağım hara, başım da ora. Ahmet. Sən kənd təsərrüfat muzeyini görməmişdin? Yox, birinci dəfədir. Anam da buradadır ki. Göyçək ananız var. Baxın, öz gözəlliyinizdən xəbəriniz yoxdur. Siz bütün qızlara bu cür sözlər deyirsiniz? Yox. Yalnız birisinə. Niyə belə baxırsınız? Elə bir yuxudaydı. Ayıldım. Sizin bu qədər mədəni, bacarıqlı bir qız olduğunuzu bilmirdim. Uşaqlıqdan görüşməmişdik. Ona görə. Mən də bilmirdim ki, siz bu qədər istiqamlı mehribansınız. Təsadüfən itmiş bir çamadan bizim yeni tanışlığımıza səbəb oldu. Çimadan yox, kamildan. O səhifələr bir də vərəqlənmir.
Abala, Əhməd Əliyova deyin ki, kətdən onun yanına adamları gəlir. Tez bura gəlsin, tez olun. Əhməd Əliyev. Eşitdiniz? Çox şübhəli məsələdir. Özün kimi vuqarlıdır uca dağların, hüsnüne bir yaşıdır yaşı dağların. Əhməd! Niye ağlayırsan? Arvadın səni axtarır. Qaynatan da, qaynanan da gəlir. Bəs 25 yaşında əskər gedən oğlum necə? Gəlməyib? Sən gülürsən. Amma onlar qapıda gözləyirlər. Yaxşı, yaxşı. Ağlama əzizim, ağlama. Gedək görək haranın fırıldaqçılarıdır. Mən bu saat onlara göstərərəm. Gəl. Bu saat. Sən mənim arvadımsan. Nə danışırsınız? Siz kimsiniz? Mən Əhməd Əliyevəm. Əhməd Əliyev mənim qardaşımdır. Deməli sən mənim bacımsan, hə? Bura bax, hey, mərifətli danış. Bağışlayın. Biraz hirsləndim. Taksir mənim nişanlımdadır da. Hər şey sıqanır. A qızım, indidən belə alışıb yansan, tez kül olarsan. Bax, mən bu qızın atası ilə 25 ildir ki ömür yoldaşıyam. Aşirin, kişi, oy, bu kişi nə oldu? Aşirin, Ayşirin! Odur bax, biz burada oğlumuzu axtarırıq, o da orada daş örgüsü öyrənir. Ha, sizin oğlunuz Əhməd bizim yataqxanada yaşayır. Bəli, bax bu oğlanlarla. Ha, əvvəl o gördüyünüz binalarda başlamış. Sonra bura keçmiş. Çok güzel qurğudur dayı. Bilirsiniz işimizin ne kadar yüngülləşdirir? Şirin, Ayşirin! Heh, sağ ol, xudahafiz. Qamandır çağırır, daha ne niyəsən? Hoş geldiniz. Abalar, siz onun yerini bilməmiş olmazsınız. Nədən bilə bilərik ay xala? Elə deyil. Ha, indi deyir ki filan yerdedir. Axı necə deyir? Ay oğul, axı siz bir yerdə olursunuz. Vallah hara getdiyini bilmədik ay xala. Dedi ki başım hara, ayağım da ora. Aha. Ha? Biz hara gedirik? Məni hara dartırsan? Gel. Buradan olmayan məni qaçırtmısan? Hə, qaçırtmışam. Amma bir dəqiqəliyə. Bax, görürsən, 5-ci mərtəbədə 3 pəncərə, bir balkon. Bəsimizdir. Bunun mənə nə dəxli? Bilirsən Ceyran, heç bilmirəm necə başa salım. Səni görəndə, elə bil, ekskavator məni göyün 7 qatına qaldırır. Görməyəndə oradan çırpır yerə. Bax, bu saat 100-cü mərtəbədəyəm. Əgər yox desən, oradan kəlləməyə Allah gəlib məhv olacaq. Daha niyə yıxılırsan? Sən elə 100-cü mərtəbədə qal. Ceyran! Birdən atam anam razı olmasa? Dur. Bu xeyirliyədir. Bir kələyim var. Gəl gedək bizim uşaqlarla məsləhətləşək. Yaxşı.
nömrəli mavi platformada Bakıdan Nuxuya gedən avtobusa miniş başlanır. Daha mən getməliyəm, bu axırıncı avtobusdur. Bəlkə bugün getməyəsən. Yox, qala bilmərəm, işim var, atam da təkdir. Onda mən də səninlə gedirəm. Bəs sən orada bir gündə davam gətirmədin? Məni oradan qaçmağa məcbur edən qüvvə indi maqnit kimi geri çəkir. Çox çəkməz, darıxarsan. Sən olan yerdə niyə darıxıram? İşdəki hər yerdə tapılar. Sağ ol. Dayan, odur özü də gəlir. Qız da yanında, sən haqlısanmış. Mən bilirəm axır. Qadın böyük qüvvədir. Ne olub ay xala? Bu yana gəlişim olmasın. Axır ki sən tapar. Nə var, tez deyin, avtobus var. Nə avtobus? Atam mən gəlib çıxarım. Ne üçün gəlib? Gəl Leyla. Yox, yox, mən getməliyəm. Özünü ələ al. Tamaşaçılardan çəkinmə. Cürətli ol. Sən ki artist olmaq istəyirsən. Yaxşı. Bura bax, ayarba. Sən mənim qızımı hansı yola çəkirsən? Özünün həvəsi hara? Yolu da ora. Bizim nəsildə heç vaxt belə şey olmayıb. Mən bilirəm bu həvəs onda hardandır. Hə, hardan olacaq? Məndən. Vaxtı ilə mane olmasaydın, indi mən xalq artistiydim. Ye də yar var. Buna deyil. Xalacan, muştuluğunu ver, axır ki oğlunuzu tapdım. Odur bax, orada dayanıb. Zülüm o, biz oğlumuzu tapmışıq. Sən heç narahat olma. Bəli. Hey, yaxşı etmək. Hə, görürəm. Heç ayaqda dura bilmir ki. Neyləsin, yazıq, yetim oğlan. Selamünaleyküm. Sizin tapşırığınızı yerine getirirdim, o da gül çapar. Zülümov, mən sənə artıq heç bir tapşırıq verməyəcəyəm. Yalgızam, yalgız, yalgızam, yalgız. Canay getir. Ay göz, bu güzellik sənə də qalmaz. Minnətdaram. Arxayın ol. Beton qarışdıran da verəcəkdir deyirsən? Verəcək. Görəsən nətər oynayacaq? Onda bayramımızdır ki. Əlbəttə. Məzhəkəli sürpriz tamaşasına başlayırıq.
Kim axtarırsan? Axtarırsan. Xəstələnmisən? Yox. Ayrola, yemək istəyirsən? Yox. Bəlkə aşiq olmusan? Bilirsən, FC komandası udub. Udub. Aşık olmusan. O kız kimdir? Anası da söyləməli. Atasına arz eyləməli. Əhmədsiz bir söz deyə bilmərik. Mən razı. Mən də razıyam. Razıyıq. Hamımız razıyıq. Mən sizi demirəm. Oğlum Əhməd. Ben buradayım. Leyla da yanımda. Niye gecikmişsiniz? Siz diyene razıyız. Filmde iştirak edirdiler. Şirin kişi, Mehmet Rıza Şeyh Zaman, Nergis, Necibe Melikova, Şofer Ahmet, Elxan Qasımov, Ceylan, Nona Bakıvaşli, Mehmet kişi, Mustafa Merdan, Musa Ahmet, Ağa Hüseyin Cavadov, Zülümov, Lütfəli Abdullayev, Rəysaz Əhməd, Eldəniz Zeynalov,
Ağbəniz Lena Talskova, Ramiz Zeyavuş Aslanov, Oktay Novruz Akundov, Leyla Töhfə Əzimova, Əhməd Zeyavuş Şəfiq,